Hamıya salam, Əzra Texnika Elektronika vəskarları. Keçən dəfə elektrik dövlət kəsiciləri barədə danışdıq. Çox maraqlı suallar gəldi. Bir izləyicimiz çox qəliz izah edirsən, elə bir institutda dərs keçirsən. Sən adi cəmaata başa sal, hansı avtomat daha həssasdır, neçə amperdir ki, hara qoymalı. Digər izləyicimiz isə kabel qalınlığı və avtomatlar barədə sadə video olsa lap əla olar deyə yazmışdı. Bu videonu əsas bu iki şərhin üzərində qurmaq istəyirəm. Bugünkü videomuzda evdə elektrik qida paylayıcı lövhəsinin el arasında desək elektrik şitinin qurulması, yəni hansı qalınlıqda kabel hara gedir və hansı dövrə kəsici hara qoyulmalıdır suallarını araşdıracağıq. Videoya başlamazdan əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Siz Erlab kanalındasınız. Bu gördüyünüz evimizin proyektidir. Sadə bir 3 otaqlı həyət evi. Bu da bizim elektrik şitinin qutusudur. İndi gəlin evin girişindən başlayaq və addım-addım bütün evə el dili ilə desək işıq çəkək. Yəni hansı otağa hansı kabel gedəcək, hansı avtomatlarla qorunacaq, bunları sadə dildə başa salaq. Deməli, evin girişinə ilk olaraq qalın kabel gəlməlidir. Burada ən azı 6 mm, daha yaxşısı 10 mm mis damarlı kabel istifadə olunur. Bəs hansı avtomatı qoymalıyıq? Adətən girişdə 32 amperdən 40 amperə qədər avtomat istifadə olunur. Bu həm kabelin yük götürmə qabiliyyətinə uyğundur, həm də evdəki bütün qrupları qoruyur. Əgər girişdə 6 mm-lik mis kabel istifadə olunsa C32, 10 mm-lik istifadə olunsa C40 tipli avtomatlar daha uyğundur. B tip avtomatlar isə daha həssasdır. Əsasən köhnə naqilli evlərdə və ya bağ evlərində istifadə olunur. Amma giriş üçün çox həssas ola bilər. Tez-tez atacaq. Ona görə də girişdə ən yaxşı seçim C tipdir. Yəni, belə başa düşək, girişdə nazik kabel və zəif avtomat olmaz. Çünki bütün evin yükü buradan keçir. İndi giriş avtomatından sonra gərginlik relisi qoyulur. Gərginlik relisi həm göstərir, həm qoruyur. Gərginlik normadan kənara çıxanda, məsələn 160-a düşəndə və ya 260-a qalxanda evi şəbəkədən avtomatik ayırır. Normaya qaydanda isə öz-özünə qoşur. Yəni həm termometrdir, həm də dərman verən həkim kimidir. Problemi görür və tədbir görür. Sonra isə keçən dərsdə tanış olduğumuz təhlükəsiz söndürmə cihazı, yəni UZO quraşdırılır. Elektrik avtomatı naqili qoruyur, relə gərginliyi tənzimləyir. UZO isə insanı qoruyur. Sızma cəryanı olanda dərhal dövrəni kəsir. Bəs niyə relə UZO-dan əvvəl gəlir? Çünki gərginlik qalxanda və ya düşəndə UZO da sıradan çıxa bilər. Relə UZO-dan əvvəl olsa həm UZO, həm də bütün qruplar qorunur. Relə UZO-dan sonra olsa UZO qorunmamış qalır. Bəs niyə UZO, dif avtomat yox? Əslində dif avtomat ikisini bir yerdədir. Həm avtomat, həm UZO. Amma onun bir çatışmamazlığı var. Məsələn, sızma baş verdi və UZO hissəsi sıradan çıxdısa, sən məcbursan həm də avtomat hissəsini dəyişəsən. Yəni bir detal xarab olsa, bütöv cihaz dəyişməlisən. UZO isə ayrı qurğudur. Xarab olsa sadəcə onu dəyişirsən, avtomat qalır. Bu həm daha ucuz başa gəlir, həm də şitdə yerimiz var deyə bizə sərf edir. Yəni qısa desək, dif avtomat smartfon kimidir. Hər şey bir yerdədir. Amma sınanda təmiri baha olur. UZO ilə avtomat isə düyməli telefon kimidir. Hissələri ayrı, dəyişmək asandır. Buradan sonra xəttlər neytral xətt neytral şinaya, faza xətti avtomatlara qoşulur. Avtomatlara gələn faza xətti ya kabellə ardıcıl birləşdirilir, ya da xüsusi paylayıcı şinlə. Buna Grebenka şinası deyirlər. Bu şina ilə qoşulur. Bu hissəyə qədər, yəni girişdən avtomatlara qədər kabelin qalınlığı dəyişmir. 6-10 mm arasında. Artıq çıxışda, yəni otaqlara, elektrik yuvalarına, işıqlarına gedən xətlər istifadə olunmasına uyğun seçilir. İndi gəldik evin işıq sisteminə. Burada bir sual çıxır. Bütün işıqları bir avtomata qoşaq, yoxsa otaqları ayrı-ayrı ayıraq? Əslində hər ikisi mümkündür. Sadə variant, bütün otaqların işıqları bir avtomat üzərinə yığılır. Ev balacadırsa və yük çox deyilsə, bu variant daha yaxşıdır. Daha rahat variant, otaqları ayrıca qruplaşdırmaq, yəni hər otağın işıqları üçün ayrıca avtomat. Bu halda bir otaqda problem olsa, məsələn qısa qapanma, yalnız o otağın işığı sönür, bütün ev qaranlıqda qalmır. Tövsiyə olunan isə ən azı 2 qrup etməkdir. Bir qrup yataq otaqları və dəhliz, digər qruplar mətbəx və zal. Belə olanda həm təhlükəsizlik, həm də rahatçılıq təmin olunur. Kabelimiz 1.5 mm mis kabel, avtomatımız B10 və ya C10 tipli. Buradan yeni bir xətt, torpaqlanma xətti dövrəyə qoşulur. Torpaqlanma xətti heç bir elektrik avtomatından keçmir. Birbaşa torpağa gedir. Evimizin yanında metal çubuqlar bastırılır.
Onlar bir-birinə qaynaq və ya boltla birləşdirilir. Sonra həmin konturdan gələn kabel şitdəki torpaq şinasına girir. Bütün evin torpağı da oradan aylanır. Bəs bu xəttin məqsədi nədir? Sadə dillə desək, cihazda nasazlıq olanda, məsələn, ütünün, soyudunuzun və ya paltar yuyan maşının korpusu fazaya düşəndə elektrik cəryanı insan bədənindən yox, torpaqlanma xəttindən keçib yerə axır. Yəni torpaqlanma sizi cəryan vurmasından qoruyur. Torpaqlanma elə bir sığorta şirkəti kimidir. Heç vaxt istəmirsən işə düşsün, amma bir dəfə lazım olanda həyatını xilas edir. Ona görə də evdə torpaqlanma xətti mütləq olmalıdır və hər bir elektrik yuvasına ayrıca çəkilməlidir. Uzov varsa torpaqlanma nəyə lazımdır? Uzov var, amma torpaqlanma ilə birlikdə işləndə daha effektiv olur. Uzov təkdirsə bəzi hallarda cihazın korpusu fazaya düşür, amma problem yalnız siz toxunanda üzə çıxır. Torpaqlanma olduqda isə nasazlıq qanununda cəryan birbaşa yerə axır və uzov dərhal işə düşür. Yəni torpaqlanma uzovun dostudur, biri digərini tamamlayır. Mən də evi hazır almışam. Açığı torpaqlanma çəkilməyib. İndi inşallah nə vaxt kapital təmir işinə girsəm, onda düzəliş edəcəm. Hal-hazırda ən azından uzov əlavə etmişəm. Bəs həyət evi yox, bina evi olsa? Yeni binalarda ümumi torpaqlanma şinası olur. Mənzil işinə torpaq oradan gətirilir. Köhnə binalarda isə çox vaxt torpaqlanma xətti yoxdur. O halda mütləq elektrik təsərrüfatını idarə edən təşkilata müraciət edilməlidir. Özbaşına kontur düzəltmək düzgün deyil. Torpaqlama konturundan şitdəki torpaq şinasına qədər əsas xəttin qalınlığı minimum 6 mm-lik mis kabel olmalıdır. Bu qalınlıq ona görə tələb olunur ki, qısa qapanma zamanı çox böyük cəryanın təhlükəsiz daşıya bilsin. Şinadan elektrik yuvalarına, işıqlara gedən torpaqlanma xətti isə faza ilə eyni qalınlıqda olmalıdır. Yəni elektrik yuvasına 2,5 mm gedirsə, torpaq da 2,5 mm, işıq xətti 1,5 mm isə, torpaq da 1,5 mm olmalıdır. Evdə ən çox yük elektrik yuvalarından keçir. Soyuducu, televizor, toz soğuran, elektrik sobası və s. Ona görə də elektrik yuvalarının xətləri işıqlandırma xəttindən daha qalın olmalıdır. Burada elektrik yuvalarının xətlərini 3 hissəyə bölmək daha məsləhətlidir. Birinci hissə otaqlar və dəhlizin elektrik yuvaları. Burada güclü avadanlıqlar qoşulmur. Əsasən televizor, toz soğuran, telefon adaptörü, stol tutulan və s. Tövsiyə olunan kabel 2,5 mm-lik mis kabel, avtomat C16. İkinci qrup mətbəxdəki elektrik yuvaları üçün. Mətbəxdə paltar yuyan, qab yuyan, elektrik sobası, blender, mikrodalğalı soba, başqa güclü avadanlıqlar işləyir. Ona görə bu qrup ayrıca götürülür. 2,5 mm mis kabel kifayət edir. Amma çox güclü avadanlıqlar planlaşdırılırsa, məsələn, həm qab yuyan, həm də paltar yuyan, həm də güclü soba eyni anda işləyəcəkdirsə, 4 mm daha təhlükəsiz olar. Avtomat C20. Kondisionerlər. Kondisionerlər üçün mütləq ayrıca xətt və ayrıca avtomat olmalıdır. Tövsiyə olunan kabel ən azı 4 mm-lik mis kabel, avtomat C25. Əlbəttə, otaqların elektrik yuvalarını istəsən ayrıca qruplaşdıra bilərsən, amma ən azı bu 3 əsas bölgünü etmək daha təhlükəsizdir. Əlavə olaraq güclü cihazlar üçün ayrıca qruplar qoyulmalıdır. Unutmayın ki, bu cihazlar uzun müddətli yüksək güclə işləyir. Ona görə də mütləq ayrıca avtomat lazımdır. Başqa xətlə qarışdırmaq olmaz. Kombi qazanxana 2,5 mm-lik kabel C16 avtomatla bir yerdə. Su qızdırıcı boilerlər 2,5-4 mm-lik kabel C16 C20 avtomatla birlikdə. Həyət üçün həyətin işıqlandırması, damafon, elektron darvaza 1,5 mm-dən 2,5 mm kabel C10 C16 tipli avtomatlar. Dostlar, bir vacib məsələni qeyd edim. Bəzən ev tikiləndə və ya təmir olunanda ucuz olsun deyə balaca elektrik şiti götürülür. Sonra da içinə yer çatmır, neytral və torpaq şinası qoymaq olmur. Ustalar da işin asan yolunu seçirlər. Neytral xəttləri bir-birinə büküb üstünə izolentə sarıyırlar. Torpaq xətti isə ya olur, ya olmur. O da artıq qalıb ev yiyəsi ilə ustanın arasında vicdan məsələsinə. Amma bu düzgün elektrik işi deyil. Neytral xəttlər bükülüb izolenta ilə saxlanılsa, vaxt ötdükcə qızma, qopma və yanma riski yaranır. Torpaq xətt qoyulmasa, avadanlıqlar sıradan çıxanda ilk zərbə insana dəyir.
Düzgün yanaşma isə şit kifayət qədər böyük götürülməlidir ki, həm avtomatlar, həm də ayrıca neytral və torpaq şinaları yerləşsin. Neytral və torpaq xəttlər ayrı-ayrı şinlərə yığılmalıdır. İzolenta üsulu bu elektrik işi deyil, sadəcə göz yayındırmaqdır. İzolenta ilə toplu bağlama elektrikdə qətiyyən olmaz. Qısaca, elektrikdə ucuzluq həmişə baha başa gəlir. Dostlar, bu mövzuda əsas məsələləri danışdıq. Gördünüz ki, kabelin qalınlığı, elektrik avtomatının tipi, torpaqlanma, uzu, hamısı bir yerdə işləyəndə evdə elektrik sistemi həm təhlükəsiz, həm də rahat olur. Hörmətli radiotexnik və elektronika vəskarları, ümid edirəm sizin üçün faydalı oldu. Əgər sualınız qaldısa şərhlərə yazın. Çalışaram hamısına cavab verim. Videonu bəyəndinizsə kanala abunə olmayı unutmayın. Sağ olun, növbəti videoda görüşərik.